Salam, hər vaxtınız xeyir olsun. Bugün keçirilən OTK 9-cu sinif imtahanının testlərinə baxacağıq. Həm mətn, həm qrammatika. Bir də ki, sonda da etalonu paylaşacağım. Cavabları istəsəz götürə bilərsiniz. Başlayaq. Birinci qrammatika sualları. Qərbdən dənizlə, şərqdən dalğalarla əhatə olunan kiçik şəhər gün doğanda ecazkar görünürdü. Cümləsindəki sözlərlə bağlı doğru fikir. Bütün feillər quruluşça düzəltmədir. Baxaq, feilləri seçək. Əhatələnən, əhatələnən. Düzəltmədir. Başqa nə var burada? Gör, görün, düzəltmədir. Doğanda isə feili bağlamadır, sadədir. A getdi. Sözləri əlaqələndirmək üçün iki yerdə bağlayıcıdan istifadə olunub. Baxaq, dəniz ilə, dalğalar ilə bu qoşmadır. Bu da səhvdir. Sifətlər adi dərəcədə quruluşca düzəltmədir. Baxaq burada. Baxaq buradan. Hanı? Kiçik şəhər sadədir. Ecazkar görünmək zərfdir. Başqa bir şey yoxdur. Sadədir, bu da səhvdir. Adlı qalda olan isimlərə köməkçinin hissəsi artırılıb. Dənizlə, dalğalar ilə adlı qaldadır və nə artırılıb? Qoşma artırılıb. Bu doğru fikirdir. Olacaq cavab D. Xəbər şəklində olan keçmiş zamandadır. Xəbər şəklində işlənən feil. Baxaq feilə. Görünürdü. Xeyr. Ürdü. Burada ididir. Ürsə zamandır. Demək ki, nə oldu? Bu da səhv oldu. Cavab D. 2. Mürəkkəb cümlənin tərəflərindən biri səbəb, digəri nəticə bildirir. Baxaq, biz göz yaddaşı ilə deyəndə ki, qoşa nöqtə olanlar nə idi? Aydınlaşdırma. Əvvəl sakit görünən hava birdən qarışdı, bərk külək başladı. Bu aydınlaşdırma əlaqəsidir. Təyyarəçi ətrafı gözdən keçirtdi, qaçışan buludlarına başa düşdü, görünmürdü. Burada səbəb nəticəli bir şey yoxdur. Orxan soruşmur, mən özüm bunları ona danışırdım. Burada da səbəb nəticə bir şey yoxdur. Amma bu qarşılaşdırmadır. Amma artıra bilirik. Adamlar şənlənir, bayram tonqalları alovlanırdı. Bu eyni zamanda olan baş verir. Ənlənirdi, alovlanırdı. Xəbəri eşitdi. Nəyi? Xəbəri, kim o? Minnətdarlıq hissi ürəyində yayıldı. Ürəyinə yayıldı. Nə? Minnətdarlıq hissi. Burada nədir? Xəbəri eşitdiyinə görə ürəyinə də minnətdarlıq hissi yayılıb. Y. Sonra hansı nümunələrdə y bitişdirici samitdir? Baxaq. Ağlayan, ağla sözün kökü amfili sifət ya da nə olacaq? Bitişdirici. Güləyən sifətdir. Bütöv leksik şəkilçidir bu. Sonra sarı, sarıya, bəli. Sonra istər feil olanda, istərsə istəyində. Yaramı sarıya bu mənada. İstənilən halda bu y bitişdirici samitdir. 1, 3. Külə k-dır. Külə sözü yoxdur ki, bu bitişdirici olsun. Xəstəlik sözü də yoxdur ki, bu bitişdirici olsun. 4-dən 5 də getdi. Y. Yalnız mübtədə və xəbərdən ibarət olan cümləni müəyyən edin. Güclü insanlar həmişə sadə olurlar. Sadə olurlar kim insanlar? Hansı təyin var? Getdi. Kitabsız bir ömrün nə mənası var? Var. Nə? Ömrün mənası. Hansı ömür? Kitabsız. Təyin var. Yenə bu getdi. Həqiqətə gedən yol səhvlərdən keçir. Keçir. Nə? Yol. Hansı yol? Həqiqətə gedən yol. Bu da getdi. Burada da nə var? Təyin var. İnsanı həyata bağlayan onun cəhətləridir. Bu səhv eləmirəmsə OTK-da var bu sual. Bu cümlə var. Onun cəhətləridir. Xəbər. Nə? İnsanı həyata bağlayan. Bu da mübtəda. D. Yumor zarafat arxasında gizlənən ciddilikdir. Ciddilikdir. Nə? Yumor necə ciddilikdir? Zarafat arxasında gizlənən. Burada da təyin var. Sonra hansı nümunədə köməkçinin hissəsi yoxdur? Uşağa buyur, dalı ilə yuyurca. Getdi. Yalanla, nə ilə? Yenə getdi. Cümlənin əvvəl ehtiyac yoxdur. Dost ilə %100 köməkçinin hissəsidir. Bu da getdi. Söz ilə plov olmaz. Bu da getdi. Sözün doğrusunu zarafatla deyərlər. Zarafat ilə. Zarafat vasitə edilir. Burada zərflik götürürlər. Zərf. Y variantı. Biraz düzgün, uyğun nümunə deyil bu. Sonra aslı tərəfi feillə ifadə olunmuş söz birləşməsini müəyyən edin. Feillə getdi. Mürəkkəb sözdür, söz birləşməsi deyil. Ağlağan yenə feil sifətdir. Görürsünüz, iki yerdə toxunulub bu məsələyə. Demək ki, diqqətə yetirməyə lazımdır. Qazıb çıxarmaq, bəli. İkisi də feildir. Oldu B. Əsas vəzifəsi nümerativ söz olan sözün işləndiyi cümləni müəyyən edin. Baxaq, bir cüt bulağım var, suyu şor qalsın. Elə də uzaq deyil, 3 addım. Addım əsas vəzifəsi nümerativ söz deyil. Sözlərdən 2 damla yaş axdı. Damla sözü də əsas funksiyası nümerativ söz deyil. Dedim, biraz ağla, demədim, eli güldür bizə. Dedim, burada ümumiyyətlə belə bir şey yoxdur. Sonra mən indicə bir stəkan da əsas funksiyası əşyadda. Bir cüt sözü, indi demək olar ki, az işlənir də, belə deyək, amma yenə götürmək olar. Əsas funksiyası cüt biz nümerativ söz kimi işlədirik. Hansı nümunədə əvəzlikdən sonra vergülün işarəsi qoyulmalıdır? Göz yaddaşından geçsək, o bu sirri əvəzlik gəlib odan sonra qoyulmaq olmaz. Gəlib bu cığırdan, hansı cığırdan olmaz. Sonra o xatirə zamanla unuduldu. Hansı xatirə o? Yenə olmaz. Təyin rolunda çıxış etməlidir.
Bu təlatümlü və qəribə bir gün idi. Nə? Bu, ondan sonra sifət gəlib, problem yoxdur, de. De, d. Hər kim ki var ağlı görür, o bacarar, feil gəlib qoyulmaz. De. Antonim olmayan sözlər, antonim olmayan sifətlər. Nadim sikət düzdür, qaba zərif düzdür, hamar kalakötür düzdür, bacaraqsız diribaş düzdür, parıltılı sönmüş feildir, feili sifət. Bunu dəfələrlə demişdik, C düzdür. Sonra bilərsiniz sözü, bilərsiz. Belə yazaq, bilərsiz kimi tələffüz olunur. Baxaq, burada nə çıxacaq? Deməli, 4 hecalıdır. Yazılışda baxın, düzdür. Kar və dingil sabit cütlüyü işlənib. Sızı tələffüz formasına baxırsaq, düzdür. Sonra aha qanunu gözlənilmiş, aha qanunu gözlənilib, bəli, incədir hamısı. Həm qapalı, həm açıq. Bu da doğrudur. Qarşılığı olmayan 3 samit yox. Cəmi 2 saytına düşüb çünki. 1, 2. Bəli, ye. Qrammatika bitdi, gedək mətnə. Mən mətni oxumuşam. İstəsəz, siz saxlayarsınız, baxın, ya da fərq yoxdur. Hansı yeni fikirləri mətnə əsaslandıraraq təsdiq etmək olar? Baxaq. Deməli, birincisində nə deyir? Qırlandiya adasının ortasında buz örtüyünün qalınlığı 3000 metrə qədərdir. Baxaq, burada nə qədərdir? Deyir, qalınlığı 30-50 metr. Başqa burada belə bir mətn yoxdur. Belə bir şey demir bizə. Bir getdi. Sonra, Şərqi Antarktikada 31 min iceberg müşahidə edilmişdir. Belə bir şey var burada. 31 min iceberg. Xeyr, yoxdur. Sonra, iceberglərin suyun üzərində təxminən 10% görünür. Bəli, bu doğrudur. Çünki niyə? Burada deyir ki, təxminən 90% suyun altında olur. Biz çıxanda bilərik ki, 10% üstə olmalıdır. Məntiqən 3. Ərimə zamanı iceberglərin içində ərimə zamanı iceberglərin içindəki mineral suya qarışır və dəniz canlılarına qida verir. Belə bir şey yoxdur, deyə bilmərik. Əgər qlobal istiləşmə bu templə davam etsə, iceberglərin sayı azala bilər. Bəli, deyə bilərik. Çünki istilik söhbətindən gedirdi. 3-5 Y variantı. Mətn əsasında belə bir hökm vermək olar. Baxaq. Iceberglərin sabit sürəti yoxdur. Bəli, bu doğrudur. Baxaq, burada qeyd olunmuşdur. Deyir ki, ən sürətli iceberglər 7 kilometrə qədər hərəkət edə bilir. Demək, hamısı 7 kilometr yox. Yəni 7-yə qədər 5 də olar, 6 da olar, 3 də olar, 1 də olar, sabit də olar. Yəni, sabit sürəti yoxdur. Elə A variantı. Iceberglərin yaranması havaların soyması nəticəsində yox, istiləşməsi. Iceberglərin bütün okeanlarda rast gəlmək mümkündür. Xeyr, şimal buzlu okeanda və ya aşağıda Antarktikada nə qaldı? Dənizdə bütün buz parçaları icebergdir. Xeyr. Belə bir şey yoxdur. Artıq gəmilərin iceberglərlə toqquşması baş vermir. Bu da biraz oxşayır əslində cavabı. Amma belə deyə bilərik də, bu fakt deyil ki, düzdür. Burada deyir, beynəlxalq patrollar yaradıldı. Bu qurum icebergləri izləyərək gəmilərə xəbərdarlıq edir. Demir, heç vaxt toqquşmur, baş vermir. Ola bilər baş versin, amma A daha uyğundur. Üzərində rəqəm yazılmış sözlərdən hansı məcazi mənada olanı müəyyən edin. Baxaq. 1. Qütüb həqiqi mənadadır. Buz parçalası həqiqi mənadadır. Buzlar ağırlaşaraq həqiqi mənadadır. Sonra 4 var. 4 adaydı. Buzun sıxlığı həqiqi mənadadır. Bir dənə qaldı 5. Ortalama icebergin ömrü olmur. Ömrü insana aiddir. Y variantı. İşarəsinin yerinə daha uyğun sözü müəyyən edin. İşarəsi. Deyir, bu buz doğuşu deyilir. Nəyə? Bu prosesə. Daha uyğundur. B. Qaldı nə? Mətn əsasında ehtimal etmək olar. Baxaq, beynəlxalq buz patrolu qəzaların qarşısını almaq üçün yaradılıb. Bu fakt, ehtimal deyil. İnsanların istifadə etdiyi şirin suyun çox hissəsi iceberglərdən alınır. Bu yanlışdır. Çünki o çətin idi. Iceberglərin şirin su heyətində istifadə etmək o qədər də asan deyil. Bəli, bunu deyə bilərik, hesab olunur. Müasir iqlim dəyişikliyi göstərsin, şirin su ehtiyatı mənbəyi hesab olunur. Müasir dövrdə burada bir şey yoxdur. Amma ehtimal etmək olar niyə görə? Çünki ola bilər də, yəni icebergdən su almaq o qədər də rahat deyil. Dənizin ortasındadırsa. Və çox böyük bir ölçülü bir şeydir. Son illər iceberglərin yaranması prosesi sürətlənmiş deyir. Deyir, yox. Səbəbindən iceberglərin sayı ölçüsü sürətlə dəyişir, azalmağa doğru gedir. Iceberglər dövrdə qlobal sayı və ölçüsü dəyişir, sürətlənmişdir. İstiləşmə ilə bağlı çox olar, bəli. Sonra iceberglərin görünən hissəsi gizli təhlükə hesab olunmur, görünməyən hissəsi ola bilər də. Görünən hissəsi gizli hesab olunmur, bu da fakt. Görünməyən hissəsi gizli təhlükə, görünən yox, görünməyən olmalıdır. Əksinə yazılır. Burada getdi. Burada C. 16. Hansı nümunədə nöqtələrin yerinə əlavə edilsə, altdan xətt çəkilmiş fikri izah edər. Baxaq.
Məhz bu adlanan qalan hissəsi, yəni görünməyən isə onları gizli təhlükə hesabına gətirir. Baxaq. Okeanlarda üzən gəmilərin belə iceberg qarşılaması böyük qəzalara səbəb olar. Öz məkan ayrılan iceberglər çox vaxt istiqamətinə məruz qalır. Dəxlisi yoxdur bunun. Sıxlıq cismin kütləsinə dəxlisi yoxdur. Bəzi adalar üçün iceberglər, adalar üçün yox, gəmilər üçün olmalıdır. Onlar okeanda yerlərini dəyişir, hərəkət bu da yoxdur. Bir də nə aldı? Mətn əsasında iceberglərlə bağlı hansı hadisənin səbəbini müəyyən etmək olmur. Təhlükə mənbəyi hesab olunmasının müəyyən etmək olar. Sonra yaranmasının etmək olar. Şimalda nəmlim sıxlaşma və s. Şirin su toplanması belə bir şey yoxdur. Qütblərdə formalaşması var. Temperatur söhbəti. Əsasən yaz aylarında formalaşması, bu da temperatur söhbətidir. Sonra hansı plan bəndin yalnız əsas hissəyə aiddir? Iceberglərin yaranma yolları qalsın. Iceberglərin yaranma yolları. Baxaq. Yalnız əsas hissəyə. Okean sonunda böyük buz parçaları iceberg, onlar əsasən yaz aylarında formalaşır, özündə toplayır. Təxminən 70 yaranma yolları. Qütblərdə yaranırdı. Bu yəqin ki burada da var. Bu getdi. Böyük buz parçaları yalnız əsas hissəyə. Yalnız əsas hissəyə böyük buz parçaları. Bu da deyil, qalsın. İstiləşmənin iceberglərin yaranma təsiri əvvəldə var. Iceberglərin ölçüsü söhbəti burada da var. Sayı ölçüsü da getdi. Şirin su mənbəyi sonda da var, əvvəldə də var. Bir qaldı nə? Böyük buz parçaları C-də. Çünki baxın burada verib də təqribən nə qədər? Burada yoxdur. Təxminən 70%, 30 metr belə bir şey və burada da var da, ancaq əsas hissədədir. Bəli. Bunu götürmək olar. Sonra qarşısına işarə qoyulmuş sözləri əvəz edə biləcək nümunələr yanılır. İşarə qoyulmuş sözləri yerinə görə əvəz etsin. 19. Yerinə görə əvəz etsin. Deyir ki, coğrafi qütblərə yaxın okeanlarda üzən böyük buz parçaları iceberglər. Okeanlarda üzən, hərəkət edən sözünü yaza bilərik. Böyük buz parçaları iceberg adlanır. Bir də o birisi nədir? Çatlar. Məsələn, buzlaqlarda çatlar yaranır. Sınıqlar yaza bilərik. Sınmalar deyə bilərik. Sınmalar yaranır. Və ya iqlim dəyişiklikləri səbəbindən buzlaqlarda çatlar yaranır. Buzlaqlarda aralanma müşahidə olunur. Aralanma, çat. Belə bir şey də yazsaq düz gələr. Sonra nə qaldı? Bu qutardı. Yavalı ağacı mətni. Burada baxaq. Söhbət nədən gedir? Hansı sualın cavabı ehtimala əsaslanır? Uşaqlar müəllimi niyə sevirdilər? Ehtimal deyil bu, faktdır. Çünki mən kənddə yaşayanda imkanlı qohumlarımın himayəsində böyümüşdü. Tərbiyəçilərindən biri müəllimi həmin vaxtlarda həyatında ən önəmli hadisələrdən baş vermişdi. Çünki burada sonda deyilir. Sevirdilər. Gəlib onlarla görüşürdülər və s. Bu faktdır. Müəllimin qovulmasında əsl günahkarı kim idi? Bu da faktdır. Dayı ağacın qırılması ilə bağlı haqq hesab çəkərkən qonaqlardan çıxıb getmişdilər. Qonaqlar çıxıb getmişdilərmi? Dayı ağacın qırılması ilə bağlı. Xeyr, hələ oradaydılar. Dayı məsələ ilə bağlı niyə Kostyanı çağırır? Bu ehtimaldır. Çünki dəqiq deyil. Niyə onu çağırdı bizə məlum deyil. Oğlu necə tərbiyə olunmuşdu? Pis tərbiyə olunmuşdu. Bu da hələ çıxmamışdılar. Mətndəki problemlərə aid edilə bilməz. Kostyasının haqsız cəzalanması, bəli, bu problem kimi ola bilər, problem deyil. Uşaqların lazımi anda susub həqiqəti gizlətmələri, bu da problem idi. Qubernatorun arvadının qəddarlığı, əsas problem bu deyildi. Əsas problem bunu deyə bilmərik. Müəllimin işdən qovulması, bəli, problemdir. Çünki onun dayısı qovmuşdu, arvadı yox da, belə deyək də, C-yə görə. Müəllimin işdən qovulması bu problemdir. Gaval ağacının sındırması, bu da əsas problemdir. Mən C götürərdim. Baxarıq nə gəlir buna. Tünd qara hərflərlə verilmiş fikirlər hansı nümunə ilə qüvvətləndirə bilər? Çünki bax burada deyir ki, tünd qara, belə bir şeyi necə and içə bilərsiniz? Görün yalandan nə qədər, yalandan, həqiqətdən söhbət gedirsə, avtomatik biz ədalət ancaq yalandan doğa bilər. Yalandan deyirəm, həqiqətdən doğa bilər. Fikri daha düzgün olar. Həddindən çox ədalət, həddindən böyük ədalətsizlikdir. Burada belə bir şey yoxdur. Sonra, çünki onlar ona ədalətli yanaşmadılar. Yaxşılıq edə bilməyən pislikdən qalmaz, dəxlisi yoxdur. Özgəyə kömək et, sən də kömək edərlər.
Mətnlə əlaqəsi zəifdir. Danışmaq gümüş, susmaq qızıldır. Susmaq burada tövsiyə olunmur. Bunlar yalan danışırlar. Bu təbliğ olunmur bizim mətnimizdə. Qüvvətləndirməyəcək onları. Sonra İvan Yakovleviç dayı. Baxaq. Humanistdir, bəli. Düzgün tərbiyə ediləni hər şeydən önəmli sayır, bəli, doğrudur. Ədalətlidir, dayı, xeyr, çünki onu yersiz qovur işdən. Həssasdır, xeyr. Səbirsizdir, bəli, yersiz yerə adam işdən qovur. 1 2 5. Altdan xətt çəkilmiş fikirlər əsasında müəllim haqqında belə nəticə çıxarmaq olmaz. İnsanlığa böyük dəyər verir, bəli. Tərbiyənin gücünə inanır, bəli. Fikrini ehlamla bildirir, yox. Qadına sərt danışır. Baxın burada. Bağışlayın xanım, sizin oğlunuz zəif xarakterlidir, onun üzrünə kömək edin, yoxsa pis insan olacaq. Hiddətlə deyir fikrini burada. C səhv, fikrini səmimiyyətlə ifadə edir. Səhv, səmimiyyətlə deyir, yumşaq yox, doğru, düzgün deyirdi, səmimiyyətlidir. Mənfi də olsa, müsbət də olsa olduğu kimi danışır. Yaxşı pedaqoqdur, bu da düzdür. Çünki tərbiyəyə önəm verir. Mətndə nöqtələrin yerinə daha uyğun sözü müəyyən edin. Burada. Deyir əla uşaqlar. Buradan görürsünüz ki, sevinir bu adam. Bu an mənim üçün nə qədər fərəhlidir, sevinclidir. Üzərində rəqəm yazılmış sözlərlə bağlı doğru fikir müəyyən edin. Bir havadarlıq. Baxaq nə verib bizə. Himayəsində, havadarlığında böyümüşdüm. Olar. Götürmək olar. Dəcəl mənasındadır. 2. İkiyə baxaq. Bir gün qubernatorun arvadı Ərköyün və sözə baxmaz bunu. Dəcəl, Ərköyün. Dəcəl mənasındadır. Ərköyün sözə qulaq asmayanda dəcəl qalsın. 1 2. Öhdəsinə götürdü ifadəsi ilə əvəz edilə bilər. Öhdəsinə götürdü. 3-ə baxaq. Boynuna götürdü. Oğlan qorxusundan günahı boynuna götürür. Öhdəsinə götürmək xeyr, qətiyyən olmaz. 3-ü silərik. 3-ü silək görək nə qalır bizdə. 1 2 5 1 4. Sonra biabır etməmək ifadəsi ilə əvəz edilə bilər. Biabır etməmək. 4-ə baxaq. Biabır etməmək. Günahkarın kim olduğunu bilsək də andımızı pozmamaq, qonağımızı rüsvay etməmək, biabır etməmək üçün susurduq. Bu da olar. 4. Nə qaldı? 5-ə baxaq. Heyfslənirdim sözü kontekstə daha uyğundur. Acıyırdım. Deyir ki, İvan Yakovlevicin halına çox acıyırdım, heyfslənirdim. Mesela bunlar da biraz düzgün gələr. Heyfslənmək, məyus, heyfslənmək, təəssüf hissi keçirmək. Bu yazığı gəlmək mənasındadır. Bu da uyğundur. Yazığı gəlmək bu olmaz. 1 4. Amma 2 də biraz Ərköyün, Dəcəl. Ərköyünlə Dəcəl hardasa eyni şeydir. Görək bu nə verirlər. Deyinənci. Giriş hissi əsasında müəyyən etmək olar. Hadisənin uşaqlıq illərində baş verdiyini, bəli, elə bu olar cavab. Çünki burada əvvəldə belə bir şey vardı. Mən kənddə yaşayan imkanlı qovumların himayəsində. Demək ki, uşaqdır ki, himayəsi o vaxtdır. Həm də məktəb müəllimi məktəbə gedir ki, tərbiyəçisi var, müəllimi var, belə bir şey. Elə bu olar. Sonra baxaq burada nə verib? Əsas qəhrəman xarakterini sonradan bilirik. Mətndəki müəllimə münasibəti əsasda bilirik. Sonra mətnin bir uşaq tərəfindən yazıldığını, belə bir şey yoxdur. Sonda bilə bilərik də. Problemin mahiyyətini bu da sonda bilirik. Bir də nə qaldı? Cədvəli tamamlayan fikirlər yazaq. İvan Yakovlevicin uşaqlara münasibəti. Onlarda gözəl xüsusiyyət görmək istəyir. Düzdür. Mətndə bu münasibətin təzahür etdiyi məqam. Bir deyə bilərik ki, onlara ədalətli davranmağı, doğru danışmağı öyrədir. Bir də ki, təzahür etdiyi məqam. Çünki oğlan yalan danışsa da gedib sahibinə bu münasibətin təzahür etdiyi məqam sahibəsinə düzgün deyir. Bir də son vaxtda sağollaşdığında. Buradakı şeyləri yazsaz, gəlib onlarla görüşür, salamlaşır, vidalaşır. Belə bir şeylər də oradan götürüb yazsaz doğru olar. Geniş mən demirəm. Qarşısında işarə qoyulmuş sözləri məcazi və həqiqi vaxtında fərqli zatdan işlədin. İşarə qoyulmuş. Biri sındırıbdır. O birisi nədir? O birisi də ki, donub qalmışdım. Biri sındırıb, biri nə də bilmədim, donub qalmışdım. Bu məcazidir. Sındırıb. Demək, sındırıb mətndə həqiqi mənadadır. Yaz sındırıb mətndə həqiqidir. Donub qalmaq isə məcazidir. İndi əksinə işlətsək, sındırıb. Həqiqi məcazi. Onun sözləri mənim könlümü çox sındırdı. Oldu məcazi. Donub qalmaq orada məcazidir. Həqiqidə işlətsək, deyə bilərik ki, necə çöldə qalan
heyvanları şaxtadan donmuşdu. Belə bir şey yazsınız. Düzgün. İstənilən donmaqla, şaxta ilə bağlı donmaq sözünü yazsınız. Düz götürmək olar. Bu qədər. Bir də mən etalonu da burada paylaşım. Etalonda desəm birini səhv yazmışıq. 11-də. Hə, 11-də C yazmışam. 11-də C deyildi. 11-də burada baxsaq. 11-də Y. Bəli. 11-də Y-dir. Bunu düzgün götürərsiniz. Nəysə. 11-də Y. Nəysə, bu mənim yanaşmamda. Ola bilər hansısa suallar düz gəlməsin. Amma bir sualda cəmi dedi ki, burada nə deyir? Düzgünlük pozu gəlir. Baxarıq 27-ci sualda. Görək bunun cavabı nə gələcək. Mənə də çox maraqlıdır. Digərləri demək olar ki, olduğu kimi də belədir. Sağ olun, özünüzə yaxşı baxın.